Salam dəyərli futbol sevərlər, hər vaxtınız xeyirli olsun. Olduqca maraqlı transfer və futbol xəbərləri var və biz də bu xəbərləri sizin nəzərinizə çatdırmaq üçün gəlmişik. Düşünürəm ki, dəstək göstərib videonu bəyənsəz və dostlarınızla paylaşsaz, biz də sizə minnətdar olarıq. Şərhlər bölümündə fikirləriniz də bizlər üçün çox önəmlidir, çünki fikirləriniz əsasında videolarımızı formalaşdırırıq. Kanala abunə deyilsinizsə, abunə olub bildirişi açıq tutun. Qarşıda möhtəşəm canlı yayımlarımız olacaq. Qarabağ komandasının Türkiyədə təlim məktəblanışı çərçivəsində Xorvatiya və Polşa komandası ilə qarşılaşmaları canlı yayımlanacaq. Həmçinin 21 yanvar tarixində Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turu çərçivəsində Qarabağ Eintracht matçı canlı yayımda sizlərə təqdim olunacaq. Həm maçdan öncə, həm də maçdan sonra canlı yayımlarda sizlərlə görüşəcəyik dəyərli dostlar. Əgər izləmək istəyirsinizsə, indidən abunə olub bildirişi açıq tutun ki, izləyə biləsiniz. Çünki yalnız abunəçilərimiz üçün bu canlı yayımlar və videolar təqdim olunacaq. Dəyərli izləyicilər, gündəmdə hansı futbol və transfer xəbərləri var? Dərhal keçid alaq, transfer xəbərlərindən başlayaq. Çünki Peşəkar Futbol Liqası artıq transfer pəncərəsini açıq elan elədi. Bugündən etibarən fevral ayının 10-u saat 23:59-a qədər transfer pəncərəsi açıq olacaq. Klublar transferləri reallaşdıra biləcəklər. Fevral ayının 10-undan sonra martın 31-nə qədər isə azad agent statusunda olan futbolçuları sifariş edə biləcək klublarımız. Onu da sizin nəzərinizdə çatdırım. Bəs klublarımızdan hansı hərəkətliliklər var, rəsmi hansı transferlər var, onları qısa olaraq sizin nəzərinizə çatdırım. Dəyərli izləyicilər, ilk öncə qeyd edim ki, Neftçi komandasında heç bir hərəkətlilik yoxdur. Nə gələn var, nə gedən var, nə müqavilə müddətini artıran var. Sabah komandası 2 futbolçu transfer edib. Lille komandasının Ayran Maludanı və Rusiyan Rubin komandasından Umarali Rahmanaliyevin transfer hüquqlarını alıb. Gedənlər və müqavilə müddətini artıranlar yoxdur. Qarabağda hələ ki rəsmi transferlər deyil, amma bu günlərdə transferlər açıqlanacaq. Bir qədər sonra bu barədə danışacağım. Zirə komandası Rüfət Abdullazadanı Varajinlə icarəyə götürüb. Gedənlər və müqavilə müddətini artıranlar yoxdur. Turan Tovuz komandasına gələnlər yoxdur, amma gedənlər var. Veysel Rızayev Kəpəzə, Alex Souza isə Kyoto Sanga Yaponiya klubuna keçid edib. Müqavilə müddətini artıranlar isə yoxdur. Sumqayıt komandası Sənəm Muradlı Şamaxıdan transfer edib. Bunun əvəzində Rauf Rüstəmli Karvan Yevlaxa keçid alıb. Müqavilə müddətini artıranlar isə yoxdur. Araz Naxçıvanda hərəkətlilik daha çoxdur. Belə ki, baş məşqçi Elmar Baxşeyev ayrılıb. Bunun əvəzinə Andrey Demçenkov baş məşqçi təyin olunub və futbolçu Qara Qarayev də komandadan ayrılıb. Bundan əlavə qeyd etməliyim ki, müqavilə müddətini artıranlar yoxdur. Şamaxı komandasına gələn yoxdur, gedən Sənəm Muradlı var. Sumqayıt komandasına gedib, müqavilə müddətini artıran yoxdur. İmişli komandası gələnlər yoxdur, gedənlər İbrahim Əliyev var. Müqavilə müddətini artıran isə ümumiyyətlə yoxdur. Kəpəz komandası Veysel Rızayev Turan Tovuzdan, Mati Abulladzeni isə Samqurali Gürcistan klubundan transfer ediblər. Gedənlər və müqavilə müddətini artıranlar yoxdur. Qəbələ komandasında hərəkətlilik çoxdur. Seydina Keita Penavejis Litva klubundan transfer olunub. İsmail Akinade Andijon Özbekistan klubundan transfer olunub. Gedən isə Elşad Tağıyevdir. Bakı Sportingə gedib, müqavilə müddətini artıran yoxdur. Karvan Yevlax komandası Rauf Rüstəmlini Sabahdan transfer edib. Həmçinin Samir Abdullayev də Karvan Yevlaxın sıralarına qoşulub. Gedənlər arasında isə yalnız Səyid İmranxanın adını çəkmək olar. Müqavilə müddətini artıran yoxdur. Bu siyahıda klubların yalnız rəsmi olaraq açıqlandığı transferlər yer alıb. Dəyərli dostlar, ona görə də qeyd edim ki, hələ bəzi futbolçuların transferləri rəsmən elan olunmadığı üçün bu siyahıda olmaya bilər. Dəyərli dostlar, Qarabağ komandasının baş məşqçi Qurban Qurbanov transfer anonsunu verib. O bildirib ki, mənim əsas qarşıma qoyduğum məsələlərdən biri transfer məsələlərinin reallaşdırılmasıdır və qarşıdakı günlərdə yenidən bu mövzuya qayıdacağıq. Bir çox danışıqlarımız gedir və
artıq reallaşmış transfer də var. Yəni transfer anonsunu verdi Qurban Qurbanov, yaxın günlərdə açıqlanacaq. Mənim də aldığım məlumata görə Qarabağ komandası ayın 16-sına qədər ən azı bir futbolçunun adını açıqlayacaq. Söhbət ondan gedir ki, sabah ya da birisi gün bu ad açıqlanacaq dəyərli dostlar. Xəbəriniz olsun. Qarabağın təklif göndərdiyi Lecce'nin futbolçusu Bangladeş millisinin üzvü Leicester City'nin daha doğrusu futbolçusu Həmzə Çadura Qarabağa desən gəlməyəcək. Çünki onun istəyi çox yuxarıda, illik 2 milyon maaş istəyir. Qarabağ komandası da onu siyahıdan çıxardıb. Həmçinin Həmzə Çadura ilə kifayət qədər çox klub maraqlanır. Qarabağ azarkeşlərinin Qarabağda görmək istədiyi əsas futbolçu düşünürəm ki, son zamanlar Andrey Klovis'dir. Uzun müddətdir ki, bu futbolçunun adı Qarabağla yanaşı hallanır. Onun komandası, Akademiya Vizyoya komandası 3 milyon təzminat tələb edir futbolçunun transferi sərbəst buraxılması üçün. Qarabağ komandası bu təzminatı ödəyəcəkmi? Bilmirəm. Qarşıdakı günlərdə bunu görəcəyik, amma Qarabağ komandası bu futbolçunun transferində israrlıdır. Futbolçu özü də Qarabağda çıxış eləmək istəyir. Qarabağın son transferlərindən biri Johnny Montiel yavaş-yavaş artıq Qarabağa fayda verməyə başlayır. Çempionlar Liqasında da Kadi Borges'i əvəz elədi zədələndən sonra. Yoldaşlıq görüşündə özünü yaxşı tərəfdən göstərdi son yoldaşlıq görüşündə və maraqlı məqam oldu ki, Qurban Qurbanovunu son yoldaşlıq görüşündə 10 nömrə qismində meydana buraxmışdı. Yəni, hücum meyli yarım müdafiənin mərkəzində belə deyə biləriksə. Və bu zaman Abdullah Zubir də öz mövqeyində sol cinahda özü xoşladığı mövqeydə oynardı və belə olduqda komanda effektiv oyun nümayiş etdirdi və birinci hissənin yarısında belə deyək, rəqib qapısına 4 qol vurmağa bacardılar. Xüsusilə qeyd etməliyim ki, Zubir sol cinahda Elvinlə çox yaxşı anlaşır və ona görə də Zubirin yeri sol cinahdır, o mərkəzə getməməlidir. Johnny Montiel artıq, yəni ki, Qurban Qurbanov onu o mərkəzdə oynayacaq. Johnny Montiel universal futbolçudur və Qurban Qurbanov da belə futbolçuları xoşlayır. Çünki universal futbolçu o deməkdir ki, hər yerdə oynaya bilir və çox geniş heyəti olmayan komandalara belə futbolçular çox vacibdir. Məsələn, belə futbolçulardan biri Toral Bayramovdur. Qurban Qurbanov bunu ayrı-ayrı mövqeylərdə oynadır. Hansı mövqeydəki zədələnmə oldu, yorulma oldu, Turalı ora göndərir. Gah solda, gah sağda oynadır. Johnny Montiel də bax bu cür istəyir Qurban Qurbanov inkişaf elətdirsin. İndi burada bir məqam var. Johnny Montiel artıq yavaş-yavaş komanda ilə ayaqlaşır, qoşulur. Eyni zamanda Kadi Borges də sağaldı və Kadi Borges də artıq sıralara dönür. UEFA'nın qaydalarına görə Kadi Borges yanvarın 19'u qayıda bilər iştirak ərizəsinə, amma Qurban Qurbanov qaytaracaqmı? Bu ayrı məsələdir. Qayda belədir ki, bir futbolçu əgər zədələndiyinə görə başqa futbolçu ilə əvəz olunubsa, yalnız 60 gündən sonra siyahıya qaytarıla bilər və yanvar ayının 19'unda Kadi Borges'in 60 günü tamam olur. Yəni, Qarabağın növbəti 2 oyunu üçün Kadi Borges'i Qurban Qurbanov iştirak ərizəsinə qaytara bilər. Amma o zaman Johnny Montiel'i çıxarmalıdır. Çünki qaydalara görə hansı futbolçu, məsələn, Kadi Borges Johnny Montiel ilə əvəz olunubsa, Kadi qaydanda Johnny Montiel siyahıdan çıxarılmalıdır. Yəni, ya Johnny Montiel oynayacaq, ya Kadi Borges oynayacaq. Sizin fikrinizcə hansı daha faydalı ola bilər? Sizcə Johnny Montiel siyahıda qalsınmı? Yoxsa Kadi Borges yenidən qayıtsın, Johnny Montiel'i çıxartsınlar? Bu barədə fikirlərinizi siz də yazın. Amma çox çətin seçimdir həqiqətən. Johnny Montiel də yaxşı futbolçudur. Kadi Borges də ən azından Avrokubok təcrübələri daha çoxdur. Düşünürəm ki, hər iki futbolçu Qarabağa fayda verə bilən futbolçudur. Kaş ki, hər ikisini siyahıda saxlaya biləydi Qurban Qurbanov, amma mümkün deyil. Siz də öz fikirlərinizi yazın. Kadi Borges yoxsa Johnny Montiel? Qarabağın Türkiyədə təlim məşq toplanışında 2 görüşü var və daha sonra Çempionlar Liqasında oynayacaq. Bu oyunlar haqqında danışacağım. Ondan əvvəl bu transfer məsələlərini biraz yekunlaşdırım. Neftçi komandası Deniz Pedgurskini transfer edir. Artıq sosial şəbəkə hesablarında və xəbər portallarında yayılan
bu məlumat yavaş-yavaş təsdiqini tapmağa başlayır. Hətta Denis Podgorskinin artıq Neftçini sosial şəbəkələrdə izləməyə başlayıb. Bu da ona əsas verir ki, deməli bu futbolçu Neftçiyə keçidi çox yaxındır, dəyərli dostlar. Fenerbahçe klubu isə Kante ilə, N'Golo Kante ilə anlaşıb. Bu barədə insider Fabio Romano məlumat verib. O bildirib ki, hal-hazırda 4,5 milyon avro dəyərində olan bu futbolçu Əl-İttihad klubundan Fenerbahçe'yə keçəcək. Qeyd edim ki, bu futbolçu Chelsea'dən Əl-İttihada keçmişdi. Bilmirəm, 34 yaşında Fenerbahçe'yə nə dərəcədə fayda verəcək. Hər halda təcrübəsi ilə müəyyən məqamlarda Fenerbahçe'yə çempionluq yolunda dəstək ola bilər. Dəyərli izləyicilər, indi isə gələk Qarabağ komandasının növbəti oyunlarına. Bildiyiniz kimi Qarabağ komandası Türkiyədə təlim məşq toplanışındadır və bu təlim məşq toplanışı ayın 17-sinə qədər davam edəcək. Neftçi Fərqana komandası ilə qarşılaşma 5-0 hesabı ilə Qarabağın qələbəsi ilə başa çatdı. Daha çox gol vura bilərdi Qarabağ komandası. Səhv eləmirəmsə 28-29 dəqiqəyə 4 gol vurmuşlar. İkinci hissədə də bir gol vurdu 70-ci dəqiqədə Qarabağ. Yəni təbii ki, artıq 4-0-dan sonra Qurban Qurbanov müəyyən təcrübələr keçirməyə başladı, heyətdə müəyyən dəyişikliklər və daha çox gol vura bilərdi Qarabağ komandası bu komandaya. Qarabağın dişinə görə rəqib deyildi, çox zəif rəqibdir. Növbəti görüşü ayın 16-sında keçiriləcək Qarabağ komandası. 2 qarşılaşma başlayacaq. Osijeklə, Xorvatiya təmsilçisi ilə ayın 16-sı saat 12:00-da qarşılaşacaq Qarabağ komandası və həmin gün axşam 19:00-da isə Zagreb Lubin komandası ilə qarşılaşacaq Qarabağ komandası. Sizcə Qarabağ komandası Osijek və Zagreb Lubin komandalarını məğlub edə bilərmi? Ümumiyyətlə hesab təxminləriniz nədir? Bu barədə fikirlərinizi yazın. Məncə Qarabağın məğlub edə biləcəyi rəqibdir. Osijek komandası ötən ilkinə nisbətən bu il çox zəifdir. 10-cu pillədədir səhv eləmirəmsə Xorvatiya çempionatında 20 milyon avro transfer dəyəri var bu komandanın. Zagreb Lubin komandasında təqribən 14 milyon avro transfer dəyəri var. Yəni Qarabağdan transfer dəyəri aşağı olan komandalardır. Qarabağ bu pulları rahatlıqla ola bilər, amma görək, Qarabağ təbii ki, bir gündə 2 oyun keçəcək, çalışacaq oyuncuları zədələnməsin, yormasın, çünki 21-i qeyd etdiyimiz kimi Eintracht Frankfurt komandası ilə qarşılaşması var Qarabağ komandasının. Gələk Eintracht Frankfurtdan da bir qədər danışaq. Dəyərli dostlar, Eintracht Frankfurt komandası təqribən 400 milyon avro dəyərində bir komandadır. Kifayət qədər güclü komandadır. Heyətində çox tanınmış futbolçular var. Almaniyanın ən titullu klublarından, ən köklü klublarından biridir. Bu öz yerində. Komandanın ən məhsuldar futbolçusu Jonathan Burkart'da 8 golu var. İkinci yerdə Can Uzun var 6 gol ilə. Qeyd edim ki, Can Uzun hal-hazırda zədəlidir. Türkiyə vətəndaşlığı həm də Almaniya vətəndaşlığı. 40 milyon səhv eləmirəmsə Can Uzunun transfer dəyəri olmalıdır. Ya 40 milyondur, ya 45 milyon belə bir rəqəmdir. Səhv eləmirəmsə 1 dəqiqə 45 milyon, bəli 45 milyon avro transfer dəyəri var ki, bu futbolçunun yəni transfer dəyəri belə deyək, Qarabağın ümumi transfer dəyərindən təqribən 2 dəfə çoxdur. Amma zədəlidir, Qarabağa qarşı çox güman ki, oynamayacaq. Bundan əvvəl Batshuayi təcrübəli futbolçu da zədəlidir. Yunis Abutalib də zədəlidir, dəyərli dostlar. Jonathan Burkart ən məhsuldar futbolçuları və ən bahalı futbolçuları zədəlidir. Amma Qarabağa qədər oyuna sağalacaqlar yoxsa yox, bunu görəcəyik. Elias Baum və Çadler də dəyərli dostlar zədəlidir. Kifayət qədər zədəli futbolçular var, amma heyət o qədər genişdir ki, bu yəni zədəli futbolçuların olub-olmaması o qədər də önəm daşımır. Çünki 32 futbolçu var komandanın. Orta yaş həddi 25,2-dir. Bu Qarabağdan kifayət qədər gənc bir heyətə malik olmaq deməkdir. Və adətən oyunlarını təqribən 60 min azarkeş tutumu olan Deutsche Bank Park stadionunda keçirdilər. Yəni onu demək istəyirəm ki, Tofiq Bəhramovda 30 min azarkeş Eintracht Frankfurtu qorxutmayacaq. Sadəcə Qarabağ komandası ona görə inanıram ki, xalq qazanacaq və növbəti mərhələyə yüksələ bilər. Çünki
Adətən Qarabağ komandası ölkəmizin hüzünlü günləri ərəfəsində keçirilən oyunlarda qələbə qazana bilir və 20 yanvar hadisəsinin ildönümündən bir gün sonra Qarabağ komandası növbəti oyununa çıxacaq və ümid edirəm ki, qələbə qazanılıb, bu qələbəni də şəhidlərimizə həsr edəcək. Uğurlar diləyirəm Qarabağ komandasına. Siz nə düşünürsünüz? Qarabağ komandası qələbə qazana bilərmi Eintrachtla qarşılığında? Fikirlərinizi şərhlər bölümündə mütləq yazın. İndi isə sizlərlə sağollaşıram. Növbəti videoda görüşmək ümidi ilə hələlik.